Şərur rayonunda münbit torpaq iqlim şəraiti, dövlətin kənd təsərrüfatına göstərdiyi dəstək və fermerlərin meyvəçiliyə artan marağı nəticəsində son illərdə meyvə bağlarının sahəsi əhəmiyyətli dərəcədə artırılıb. Salınan yeni bağlarda isə əsasən intensiv becərmə üsuluna üstünlük verilir. Rayonun Qorçulu kəndində salınan intensiv meyvə bağı müasir aqrotexniki tələblər əsasında yaradılıb. Bağda damcı suvarma sistemi qurulub, tinklərin əkini və qulluq prosesi isə son texnologiyalar tətbiq olunmaqla həyata keçirilib. Sahibkarın sözlərinə görə layihənin əsas məqsədi həm yüksək məhsuldarlığa nail olmaq, həm də Naxçıvan meyvələrini daha geniş miqyasda tanıtmaqdır. Hal-hazırda Bakı şəhərində yaşayıram. Özüm 8 ildir meyvəçiliklə məşğulam. Qoba rayonunun və Xaçmaz rayonu ərazilərində bir xeyli meyvə bağlarım var və özüm Naxçıvan doğumu olduğuna görə Naxçıvan meyvələrindən çox xəbərdaram. Ona görə də mən istədim ki, Naxçıvanımızda Naxçıvan meyvələrini brend eləyəm. Mənim bu özümün sevgimdən irəli gəlir və qabağıma məqsəd qoymuşam ki, Naxçıvan meyvəsini dünyaya tanıdam. Təsərrüfatın ümumi sahəsi 20 hektara yaxındır. Ərazidə alma, ərik, nektarin, gavalı və gilas bağları salınıb. Tinklər Türkiyə, Fransa, İtaliya, İspaniya, Yunanistan və Yaponiyadan gətirilib. Müxtəlif iqlim şəraitinə uyğun seçilən bu sortların yüksək məhsuldarlığı və keyfiyyəti ilə fərqləndiyi bildirilir. Ərazimizdə 20 hektara yaxın meyvə bağları salmışıq. Əlal-xüsusiyyətdən 5 hektar alma bağlarıdır. Bu almalardan Starlanitdir, Rozgulovdur. Rozgulov məsələn Türkiyə sortudur. Starlanit Fransa sortudur. El arasında məsələn Simirinka deyirik, o Fransa sortudur. O cümlədən 6 alma növü var burada ki, biz bunu xarici dövlətlərdən gətirmişik. Əlal-xüsusiyyətlə Fransa, İtaliya, İspaniya, Türkiyə, bir də Yunanistandan bura ithal eləmişik. Meyvə sortlarını Yaponiyadan ərik növü və cavalı növü gətirmişik ki, hər birini biz əhmişik onların 1 metr 20 santimdən ağac arası. O əriklərin boyu 2 metri keçməyəcək, üstündə yarpaq çox az bir şəkildə olacaq, üstü təmiz meyvə olacaq. Hər bir ağacdan 200-250 kiloqram balaca bir ağaçlardan meyvə əldə eləyəcəyik. O cümlədən də cavalı sortudur ki, o cavalı sortu təbii ki, Azərbaycanımızda hələ yoxdur. İspaniyadan gətirdiyimiz gilas növləri var ki, o el arasında belə loru şəklində deyim, armudu stəkana yerləşməyəcək. Sahibkar bildirir ki, növbəti mərhələdə daha yüksək məhsuldarlıq təmin edən superintensiv bağların salınması da nəzərdə tutulur. Bunun üçün artıq ərazi müəyyənləşdirilib və hazırlıq işlərinə başlanılıb. 50 santimdən onu əkiləcək. O 100-120 ton arasındadır verimi. İnşallah biz məqsəd qoymuşuq, yerdə hazırlamışıq. Bu ilin payızında 4 hektar həmən o Starlanit meyvə bağları salacaq yeni. Hazırda Şərur rayonu üzrə 380 hektar bağ sahəsi mövcuddur ki, onun da təxminən 29 hektarını intensiv bağlar təşkil edir. Heydər Məmmədov, Təxminə Babayeva, Rahib Babayev, NTV Xəbər.